İmperiyası. Bu gördüyümüz ərazilərdə məhz Osmanlı İmperiyası mövcud olub. Diqqət edək xəritəyə. Deməli, bilirik ki, Kiçik Asiya, Anadolu hissəsi Osmanlı dövlətinin mövcud olduğu torpaqlardır. Eyni zamanda əvvəllər burada Konstantinopol Osmanlının ərazisi olubdur ki, əvvəllər burada Bizans İmperiyası mövcud olubdur. Və eyni zamanda Balkan yarımadası əvvəllər Bizansın mövcud olduğu ərazilərdə məhz yenə də Osmanlı İmperiyasının ərazisi kimi götürürük. Çingiz xanın Türkistana yürüşləri zamanı buradakı Oğuzlar Azərbaycandakı soydaşların yanına gəlmiş, daha sonra Anadolunun içərilərinə doğru yerləşməyə başlamışdılar. Demək, Çingiz xan Türkistana yürüşləri zamanı biz bilirik ki, Çingiz xan 1207-ci ildən işğalçı yürüşlərə başlayıbdı. 11-15-də Şimali Çini və ondan sonra öyrəndik ki, 19-21-ci illərdə Mərkəzi Asiyanın işğalını başa çatdırmışdı. Demək, Çingiz xan Türkistana yürüşləri zamanı buradakı Oğuzlar Azərbaycandakı soydaşlarının yanına gəlmiş və daha sonra Anadolunun içərilərinə doğru yerləşməyə başlamışdılar. Belə Oğuz tayfalarından biri də Qayılar idi. Bu tayfaya Süleyman Şah başçılıq edir. Demək, Qayıların başçısı kim idi? Süleyman Şah. Süleyman Şahın oğlu Ərtuğrul bəy Səlcuq sultanlığının mövcudluğu dövründə indiki Türkiyənin qərbində yaranmış Rum, Anadolu Səlcuq sultanlığı ilə əlaqə yaratdı. Deməli, biz bilirik ki, Böyük Səlcuq sultanlığı mövcud olduğu dövrdə, yəni sonuncu Sultan Səncərin dövründə dedik ki, dövlət zəifləyir və artıq sultanlıqlar yaranmağa başlayır. Bunlardan biri də Anadolu Səlcuq sultanlığı idi ki, həmin Anadolu Səlcuq sultanlığı Türkiyənin qərbində yaranmışdı. Həmin Anadolu Səlcuq sultanlığı ilə Ərtuğrul bəy əlaqələr qurur. Aha. Burada mənbələrə özümüz diqqət edərik. Ərtuğrul Qazinin vəfatından sonra Qayılara onun oğlu Osman başçılıq eləməyə başlayır. Osman Qazinin qonşu Bizans feodalları ilə dinç münasibətlər qurmaq istəməsinə baxmayaraq, Bizans Qayıları bu torpaqdan çıxartmaq istəyirdi. Bizans feodallarının bu istəyin qarşısını almaq üçün Anadolu Səlcuq sultanı Osman Qaziyə dəstək verirdi. Məhz Qaracahisar və digər Bizans valilərinin təkfurların qalalarını bir-birinin ardınca fəth edən Osman Anadolu Səlcuq sultanı tərəfindən mükafatlandırılır. Amma Anadolu Səlcuq tərəfindən mükafatlandırılması hələ Osmanlı dövləti dövrünə, Osmanlı dövlətinin hökmdarı olan Osmana aid deyil, sadəcə olaraq Osmana aiddir. Elxani Qazan xanın da Anadolu Səlcuqları üzərinə yürüş etməsi nəticəsində sultanlıq daha da zəifləyir. Deməli, Elxani Qazan xan da, yəni Monqollar Anadolu Səlcuqları üzərinə yürüş ediblər. Bunun nəticəsində sultanlıq daha da zəifləyir. 1302-ci ildə fəth etdiyi qalaların məscidlərində, xütbələrdə Osman Qazinin adının çəkilməsi artıq onun öz bəyliyini müstəqil şəkildə idarə etməsini göstərir və buna görə də dövlətin yaranmasını 1302-ci il verilir. Burada da Qaracahisar qalası, Qaracahisar uğrunda döyüşlər göstərilibdir. Aha. Osman Qazinin, yəni 1302-1326-cı ildə hakimiyyətdə olmuş Osman Qazinin güclənməsi qonşu Bizans feodallarının ona qarşı birlik yaratmasına səbəb oldu. Bizans qüvvələrini məğlub edən Osman Bursanı mühasirəyə aldı. 12 illik mühasirədən sonra Bursa şəhəri fəth olundu. Deməli, Bursanı mühasirəyə alan Osman Qazidir. Amma Bursa fəth olunandan sonra, yəni fəthi məhz Osman Qaziyə aid deyil. Çünki Orxan Qazi şəhərin tutulması ərəfəsində vəfat edən atası Osmanı onun vəsiyyətinə əməl edib Bursada dəfn etdi deyilir. Deməli, Bursanı fəth edən Osman Qazi deyil, ondan sonra hakimiyyətə gələn Orxan Qazinin dövrünə düşür. Çünki Osman bu dövrdə vəfat eləmiş olur. Aha. Davam eləyək, Orxan Qazinin hakimiyyətindən danışaq. Orxan Qazinin hakimiyyəti dövründə Qayıların mərkəzi Söyüddən Bursaya köçürülür. Deməli, Söyüd olduğu Osmanın dövründə, Söyüddən Bursaya köçdüyü Orxanın dövründə. Dövlətin ərazisi xeyli genişləndirildi. Get-gedə dəniz dövlətinə çevrilən Osmanlının ilk donanma mərkəzi İzmit şəhəri oldu. Birinin mix sualı olubdu bu. Osmanlı dövlətinin donanma mərkəzi İzmit şəhəri. Deməli, get-gedə dövlət dəniz dövlətinə çevrilir. Kimin dövründə? Orxanın dövründə. Orxanın ən böyük nailiyyəti Bizansın Anadolu torpaqlarından qovulması oldu. Bizansı qovdu Anadoludan. Osmanlı dövlətinin sərhədləri Egey dənizindən Konstantinopola
Konstantinopola qədər genişləndi. Baxın, Konstantinopola qədər genişləndirən Orxan Qazidir. Amma Konstantinopola çatmayıbdı. 1354-cü ildə Balkanlara hücum üçün böyük əhəmiyyətə malik olan Gelibolu qalası ələ keçirilibdir. Bu da Gelibolu qalasının şəklidir ki, ələ keçirilibdir. Orxandan sonra taxta çıxan oğlu 1-ci Murad Sultan titulunu qəbul etdi. Deməli, Osmanlı dövlətinin ilk hökmdarı Osman Qazidir, amma Osmanlı tarixinin ilk sultanı 1-ci Muraddır. 1-ci Murad Sultan titulunu qəbul etdi və türklərin ilk dəfə sultan titulunu kim qəbul edibdi? Mahmud Qəznəli. Deməli, 1-ci Murad Sultan titulunu qəbul edir, Ədirlə tutaraq paytaxtı Bursadan ora köçürür. Aha, demək Muradın dövründə paytaxt olur Ədirlə şəhəri. Sultan 1-ci Murad bütün diqqətini Balkan yarımadasının fəthinə yönəldir. Bölgənin ən güclü dövlətləri olan Bolqarıstan və Serbiya Osmanlıdan asılılığı qəbul edir. Demək, xəritəyə diqqət edək. Demək, Osmanlı yarananda bu Anadoluda, bu ərazidə yaranır. Hələ, məsələn, bu ərazilər, yəni bu İstanbul deyilən ərazi fəth olunmayıbdır. Sonradan demək gəlir Bursanı fəth eləyir. Bursanı fəth eləyir kim? Orxan Qazi, yəni Osman başlayır, amma Orxan başa çatdırır. Ədirnəyə paytaxtı kim köçürdür? Murad. Və Ədirnənin artıq işğalı hara şərait yaradır? Balkanlar, bura artıq Balkanlar daxil, Balkanlar üçün şərait yaradır. Deməli, və bundan sonra elə məhz Muradın dövründə Bolqarıstan və Serbiya, burada deməli Bolqarıstan, burada Serbiya ondan asılılığı qəbul eləmiş olur. Amma bütün Balkanların işğalını başa çatdırmaq isə 1-ci Bəyazidə aiddir. Deməli, baxın, yavaş-yavaş ərazisini genişləndirir. Sultan 1-ci Muradı 1389-cu ildə Osmanlı taxtına çıxan oğlu 1-ci Bəyazid Avropanın xaçı cəngavərlərinin birləşmiş ordularını 1396-cı il Niqbol döyüşündə darmadağın edir. Demək, Niqbol döyüşü nə vaxt olur? 1396-cı ildə. Bundan qabaq Muradın dövründə hansı döyüşlər olmuşdu? 1371 Çirmən döyüşü, 1389 Kosova döyüşü. Hər ikisində Osmanlılar qalib gəlmişdi. 1396-da döyüş kimin dövründə oldu? Bəyazidin dövründə. Səlibçilərə kim qalib gəldi? Bəyazid qalib gəldi. 1-ci Bəyazid Konstantinopolun fəthi üçün ciddi hazırlıqlara başlayır. Lakin onun 1402-ci ildə Ankara döyüşündə Əmir Teymur tərəfindən məğlub edilməsi Konstantinopolun Osmanlılar tərəfindən fəthini gecikdirir. Deyir, Konstantinopolun fəthi 51 il gecikdi. Yəni, gəlib də tutacaqdı, amma Ankara döyüşündə Osmanlılar ağır məğlubiyyətə uğrayırlar. Teymur özü də bilmədən Avropanı Osmanlıdan xilas eləmiş olur. 15-ci əsrin ortalarında əvvəlki gücünü bərpa edən Osmanlılar 2-ci Roma adlanan Konstantinopola hücumlarını davam etdirirlər. Sultan II. Mehmet 1453-cü ilin mayın 29-da 2 aylıq mühasirədən sonra Konstantinopolu fəth edir. Nəhayət ki, mühüm ərazi Konstantinopol fəth edir. Sultan II. Mehmet bu qələbədən sonra Fatih ləqəbini qazanır. II. Mehmet Müqəddəs Sofiya kilsəsinə daxil olur və burada namazını qılır. Kilsə məscidə çevrilir. Osmanlı dövləti dünyanın böyük dövlətlərindən birinə çevrilir. Avropa ilə Asiyanı birləşdirən, tarixdə Qızıl Körpü adlandırılan Konstantinopolun adı dəyişdirilərək İstanbul olur. İstanbul Osmanlı İmperiyasının paytaxtı elan olunur. Deməli, xəritədə də baxırıq. Baxın, İstanbul, Qızıl Körpü, Qaradənizdən Aralıq dənizinə gedən Boğaz körpü İstanbul, yəni Konstantinopoldur. Məhz demək, Konstantinopol nə vaxt fəth olunubdu? 1453-cü ildə. Bunu fəth edən kim oldu? II. Mehmet. Bununla da özünü nə adlandırdı? Fatih. Fatih II. Mehmet və paytaxtından sonra har oldu? Məhz İstanbul oldu. Sultan II. Mehmedin əmri ilə 1476-da Qanunnamə adlanan qanunlar toplusu yaradıldı. Bu topluda dövlət məmurlarının vəzifələri, torpaq mülkiyyət formaları, məhkəmə quruculuğu, ayrı-ayrı dini icmaların hüquq və vəzifələri öz əksini tapmışdı. II. Mehmed tərəfindən aparılan daxili və xarici siyasət Osmanlı Sultanlığının sonraki hökmdarları üçün nümunə oldu. İkinci Mehmetdən sonra hakimiyyətə oğlu II. Bəyazid 1481-1512-ci illərdə gəlmiş oldu. Mömin bir sultan olan Bəyazid, II. Bəyazid mömin olubdu. Ədalətlə hökmranlıq etdiyindən hələ sağlığında vəli, qayğı göstərən, dost, yoldaş ləqəbini almışdı. Sultanın əmri ilə İspaniyadan qovulan yahudilərə Osmanlıda sığınacaq verildi.
Yəni bu vəlidir, yol göstərəndir, yaxşıdır, deməli sığınacağı o veribdir. Qonşu Səfəvilər dövləti və Misir Məmlük Sultanı dostluq əlaqələri saxlayıb. Vəli də axı qayğı göstərən də axı hamıdan yaxşı münasibətlər saxlayıb. Və 2-ci Bəyazıd Venesiyalar üzərində də parlaq qələbə qazanıb. Demək 2-ci Bəyazıd Venesiyalar üzərində parlaq qələbəni qazanıbdı. 1512-ci ildə Osmanlı taxtına Sultan 1-ci Səlim çıxdı. O tarixdə Yavuz, Qəzəbli ləqəbi ilə tanınır. Hakimiyyətdə olduğu 8 il müddətinə əsasən Sultan 1-ci Səlim qonşuluqdakı dövlətlərlə müharibələr apardı. Atası Vəli idi, bizlə dostuydu, yəni müsəlmanlarla dost olubdu. Yavuz isə bizdən düşmənçilik eləyir. 1514-cü ildə Çaldıran döyüşündə qələbə qazansa da, 1-ci Səlim qızılbaşların hücumlarından çəkinərək Azərbaycanı tərk edibdi. Çaldıran döyüşündə demək Səfəvlərə qalib gəlib, amma bundan sonra qızılbaşların hücum təhlükəsindən dolayı geri çəkilibdi. Mənbəyə də özümüz diqqət eləyərik. Bundan sonra Misir Məmlük Sultanı üzərinə yürüş edən 1-ci Səlim bu dövlətə son qoyaraq özünü İslam dünyasının xəlifəsi elan etdi. Deməli, 1517-ci ildə də Misir Məmlük Sultanlığı üzərinə yürüş edib və bu dövlətə son qoyubdu. Demək, Misir nə zaman Osmanlıların tərkibinə qatılıb? 1517-ci ildə və bu dövrdə də Məhəmməd Peyğəmbərdən qalan müqəddəs əmanətlər İstanbula gətirilibdi. Xəritədə baxaq. Demək, Osmanlı ərazisini daha da genişləndirir və hansı ərazilər? Burada gördüyümüz kimi Misir də Osmanlı dövlətinin ərazisinə qatılmış olur. Ərazi daha da genişlənir. Misir Məmlük Sultanlığının da varlığına son qoyulur. Məhz kimin dövründə? Səlimin dövründə. Testlərdə bəzən düşür. Osmanlının Qırmızı dənizə keçməsi belə bir qəbul düşmüşdü. Bir dəfə qəbulda belə bir sual düşmüşdü. Yəni Qırmızı dəniz deyəndə Misirin tutulmağını götürürük. Qırmızı dəniz görürük ki, bura Qırmızı dənizdir. Davam edək. Möhtəşəm 100 il. Möhtəşəm 100 il kimin olacaq? Kimin dövrü olacaq? Təbii ki, Sultan Süleymanın dövrü olacaq. Sultan Süleymanın 1520-66-cı ildə hakimiyyət dövrüdür. Hakimiyyətə gəlməsindən Osmanlılar yenidən Avropa istiqamətinə fətlərə başladılar. Belqrad tutan Osmanlı ordusu 1526-cı ildə Muxaç döyüşündə Birləşmiş Macar-Çek qoşunlarını darmadağın elədi. 1526 bayaq da öyrəndik. 1526-da başqa hansı döyüş oldu? Moğolda, Dehlidə öyrəndiyimiz Panipat döyüşü. Hansı ki, Dehlinin varına son qoyuldu, amma Moğol dövləti bundan sonra yarandı. Deməli, burada 1526-da Moxaç döyüşündə Birləşmiş Macar-Çek qoşunlarını darmadağın elədi. 1529-cu ilin payızında Sultan Süleyman Viyananı mühasirəyə aldı. Şəhəri güclü həmlə ilə dərhal ələ keçirmək mümkün olmadı. Mühasirə alır, amma şəhər ələ keçirmək, dərhal ələ keçirmək mümkün olmur. Yəni uğursuz olur. Çünki əlverişsiz hava şəraiti Viyananı mühasirədə saxlayan Osmanlı əsgərlərinə ərzaq və silah daşınmasını çətinləşdirdiyindən Süleyman Balkan yarımadasına çəkilməyə məcbur olur. 1533-cü ildə Avstriya ilə sülh müqaviləsi imzalayan Süleyman Səfəvilər üzərinə yürüşə hazırlaşmağa başlayır. Səfəvi ordusunun Xorasanı ələ keçirmiş özbəklərlə müharibəyə cəlb olunduğundan xəbər tutan Süleyman 1534-cü ildə Təbrizi tutur. Deməli, məhz Xorasanı kimlər ələ keçirib bu dövrdə? Şeybanilər, özbəklər. Ona görə də Səfəvlərin başı Xorasanı ələ keçirmiş özbəklərlə qarışıqdır. Süleyman da bu fürsətdən yararlanır. 1534-də Təbrizi tutur. Demək, Təbrizi nə vaxt tutdu? 1534-də. Bəs görəsən, Səlcuqlar Təbrizi nə vaxt tutmuşdu? 1054-cü ildə Toğrulun dövründə. 1535-ci ildə Həmədan döyüşü olur ki, demək, 1535 Həmədan döyüşü olur və Həmədan yaxınındakı döyüşdə Səfəvilər Osmanlı ordusunu ağır məğlubiyyətə uğradaraq onları geri çəkilməyə məcbur edirlər. Demək, Həmədan döyüşünə Səfəvilər Osmanlılara qalib gəlibdir. Aha, 1-ci Süleyman yenidən bütün diqqətini Avropadakı fətlərə yönəldir. O, Avstriyanın müqəddəs Roma İmperatorluğunu və İspaniyanı idarə edən Habsburglara qarşı Fransa ilə ittifaq qurur. Fransa tacirlərinə imtiyazlı ticarət hüquqları verilir. Kimin dövründə? 1-ci Süleymanın dövründə. Məhz güclü donanma sayəsində Aralıq dənizi və Hind okeanı sahillərində xeyli ərazilər Osmanlı dövlətinin tərkibinə qatılır. Harada? Aralıq dənizi və Hind okeanı sahillərində. 1566-cı ildə Avstriya üzərinə yürüşə başlayan 1-ci Süleyman Zigitvar qalasının mühasirəsi zamanı vəfat edir. Qalanı ələ keçirən Osmanlı ordusu onu yerlə yeksan edir. Deməli, qalanı Osmanlı ordusu ələ keçirir. Süleyman ölsə də. 1-ci Süleymandan sonra hakimiyyətə gəlmiş oğlu 2-ci Səlimin dövründə Osmanlı sultanının nüfuzu daha da artır. Portuqaliya işğal altına düşmək istəməyən İndoneziya müsəlmanlarının xahişi ilə Osmanlı donanması 1569-cu ildə təcavüzkarları geri oturdur. Xüsusi strateji əhəmiyyəti olan Kipr adası fəth olunur. Kiprə də xəritədə baxaq.
Baxın, Türkiyənin, yəni Kiçik Asiyanın cənubunda bu ərazi Kiprdir. Bu ada Kiprdir. Demək, strateji əhəmiyyəti Kipr fəth olunubdur. Kimin dövründə? Səlimin dövründə. Yəni 2-ci Səlimin dövründə. Da Kipr adasının mühasirəsi təsvir olunubdur. 7-ci sinif məlumatlarına diqqət edək. Yenə burada qayılardan, Söyüddən danışılır, Osman Qazidən danışılır, Orxan Qazidən danışılır ki, demək olar ki, hadisələri bayaq danışdım, amma burada bir məlumat var ki, Osmanlıdan sonra hakimiyyətə onun oğlu deyir Orxan Qazi gəldi. Orxan Qazinin hakimiyyət dövründə fəth olunan Bursa şəhəri Osmanlının paytaxtı oldu. Bursa şəhərinin mühasirəsi fəthi zamanı Azərbaycan Xoy şəhərində yaşayan Geyikli baba, yəni Marallı baba köməyə gəlibdi. Bu Orxan Qazinin dövrünə verilibdir və deməli Bursanın fəthi zamanı kömək edibdir. Orxan Qazinin dövründə bir də deyirik ki, ölkənin şimalı Qara dənizə, cənubda isə Ege dəniz sahillərinə çıxışı təmin olunubdur. Osmanlı dövlətinin ərazisinin inzibati baxımından paşalıq və sancaqlara bölən məhz Orxan Qazi olubdur. Bayaq bu döyüşlərin adını qeyd eləmişdim orada. 1371 Çirmə, 1389 Kosovo döyüşləri ki, Muradın dövründədir. Və burada da Balkan yarımadasında yiyələnməyə çalışan Serbiya krallığının 70 minlik qoşunu darmadağın eləyibdi Çirməndə. 1389-da Kosovoda daha ağır bir məğlubiyyətə uğradıbdı. Və bundan sonra dedim ki, Muraddan sonra Bəyazid gəlib ki, onun dövründə Nikol döyüşü olur. Və bundan sonra Bolqaristanı tabe edərək Balkan yarımadasında Osmanlı mövqeyini daha da gücləndirən məhz kim olubdu? Birinci Bəyazid olubdu, İldırım Bəyazid olubdu. Sonra Ankara döyüşündən bayaq da dedik, deməli Konstantinopolun fəthindən bayaq danışdıq. Bir də diqqət edək Osmanlı dövlətinin idarə olunmasına. Deməli, Osmanlı dövlətinə bütün hakimiyyət sultana məxsus olubdur. 16-cı əsrin 20-ci illərindən başlayaraq Osmanlı sultanları həm də bütün dünya müsəlmanlarının xəlifəsi elan edilibdir. Sultandan sonra dövlətdə ikinci vəzifəli şəxs baş vəziridir. Bu vəzifəyə sultanın yaxın qohumu təyin olunurdu. Baş vəzir vilayətlərin idarəçiliyinə, vergilərin toplanmasına nəzarət edir, sultanın möhrünü saxlayırdı. Ali Məsləhət Şurası divan adlanırdı, maliyyə işlərinə dəftərdar nəzarət edirdi. Maliyyə işlərinə kim nəzarət edir? Dəftərdar. Məsləhət Şurası kim idi? Divan. Əhali hissəyə idarə edənlər və idarə olunanlara bölünübdür. İdarə edənlər dedikdə dövlətin silahlı qüvvələrində idarəçində vəzifə tutanlar nəzərdə tutulurdu. İdarə olunanlar isə ümumi şəkildə rəiyyət adlandırılırdı. Demək, rəiyyət kimdir? İdarə olunanlar. Osmanlı silahlı qüvvələri içərisində yüngül silahlanmış süvarilər və piyada yeniçərilər mühüm rol oynayıbdı. Yeniçərilər valideynsiz qalan uşaqlardan təşkil olunurdu. Onlar xüsusi hərbi məktəblərdə təlim keçdikdən sonra Yeniçəri birliyinə daxil olurdular. Torpaqların əksəriyyəti dövlətə məxsus idi. Əsgərlərə, xırda dövlət məmurlarına verilən torpaq sahələri timar adlanırdı. 14-cü əsrin sonlarından başlayaraq qoşun başçılarına və iri məmurlara ziyamət adlı daha geniş torpaq sahələri verilməyə başlandı. Neçənci əsrdən etibarən? 14-cü əsrin sonlarından etibarən.